Azərbaycanda pensiyalar ildə bir dəfə indeksləşdirilsə də, inflyasiya fonunda yeni artımlar gözlənilir. Bildirilir ki, xüsusilə ərzaq və dərman qiymətlərindəki artımla müqayisədə yeni artımlar tətbiq edilməlidir. Qlobal infiaza danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bununla bağlı yaxın zamanlarda əlavə qərarların olması mümkün deyil. Stat: Çünki büdcənin formalaşması artıq başa çatıb. Ola bilər ki, iyun ayında büdcəyə yenidən baxılsın və müəyyən dəyişikliklər olsun. Amma mövcud indeksləşmə, yəni təqaüdlərin artırılması gözləntilərə cavab vermir. Ümumiyyətlə, Azərbaycanda təqaüdlərin hesablama qaydası, həcmi suallar yaradır. Fikrimcə, qanunvericilikdə dəyişikliklər, islahatların olması qaçılmazdır. İqtisadçı bildirib ki, təqaüdlərin hesablanma qaydaları ilə bağlı da iradılar var. Uzun müddətli müzakirələr getsə də nəticə yoxdur. Bu istiqamətdə əlavə qanunvericilik təşəbbüsləri olmalıdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.